qlobal cənubda həm də çox kasıb ölkələr və müstəmləkəçilikdən əziyyət çəkən ölkələr də yer alır. Necə fikirləşirsiniz? Bu təsis olunan platforma həmin ölkələrə hansı dəstək və yaxud da hansı yardım edə bilər? Onların səsinin dünyaya çatdırılmasında hansı işləri görə bilər? Əvvəla onu qeyd edeyim ki, cənab prezident məlum müraciətində sizin dediyiniz məqamlar da toxunulub ki, qərbdən təzyiqlər var və bir çox hallarda problem onlar yaradırlar və qlobal cənubun üzləşdiyi, qlobal cənub üzvü olan ölkələrin üzləşdiyi bir çox problemlərin kökündə yeni müstəmləkəçilik siyasət dayanır. Bəzi qərb ölkələrin yeritdiyi müstəmləkəçilik siyasət dayanır və xüsusilə Fransanın bu sahədəki fəaliyyəti hər kəsə bəllidir. 21-ci əsrin reallığında Fransa dövləti, onun ali siyasi rəhbərliyi neokolonializm siyasətini deməli təbliğ edir, təşviq edir və onu əsas həyata keçirəndir. Azərbaycan dövləti qoşulmama hərəkatı çərçivəsində bu prosesə, neokolonializmə qarşı mübarizə prosesinə böyük töhfələr verdi. Eyni zamanda biz dəniz aşırı ölkələrdə, Fransanın müstəmləkə ölkələrində olan azadlıq mübarizəsini dəstəklədik. Və bu bizim prinsipial mövqeyimizdir. Biz haqqın, ədalətin yanındayıq və özümüz də çoxlu sayda, dəfələrlə, illərlə bu qeyri-ədalətli yanaşmanın şahidi olmuşuq. Bizə də təzyiqlər, təhdidlər olub, torpağımız işğal altında qalıb. Biz öz gücümüzü, azadlığımızı əldə etmişik. Öz gücümüzə ərazi bütövlüyünü və suverenliyi təmin etmişik. Və bu baxımdan bizim təcrübəmiz var və biz əzilən, döyülən, təhqir olunan xalqların yanındayıq, onları dəstəkləyirik. Bu platformanın yaranmasının özəlliyi, gözəlliyi, unikallığı ondadır ki, biz vətəndaş cəmiyyəti institutlarını bu prosesə cəlb edirik. Vətəndaş cəmiyyəti institutları demokratiyanın bir göstəricisidir. Hansı ölkədə demokratiya necə inkişaf edib sualına cavab axtaranda indikatorlardan, göstəricilərdən biri odur ki, həmin ölkədə vətəndaş cəmiyyəti institutlarının vəziyyəti necədir? Deməli, bu institut çox önəmli institut. Deməli, biz bu addımı atmaqla əvvəla qlobal cənubun demokratiya prinsiplərinə sadiqliyini ortaya qoyuruq. Eyni zamanda qlobal cənubda vətəndaş cəmiyyəti institutları ki, beynəlxalq təzyiqlər var, təhdidlər var, qeyri-bərabərlik var və irqçilik siyasəti var. Bunlara qarşı bir var ayrı-ayrılıqda öz qınına çəkilib mübarizə aparsın. Azərbaycanın bu təşəbbüsünün unikallığı odur ki, biz bütün bu qlobal cənub ölkələrində vətəndaş cəmiyyəti institutlarını, qeyri-hökumət təşkilatlarını bir mərkəzə toplayırıq. Bəlkə dediyim ki, 116 ölkədən xeyli sayda nümayəndə heyəti gəlib və bizim məqsədimiz odur ki, onların bu beynəlxalq aləmdəki neqativ proseslərə qarşı, müstəmləkəçiliyə qarşı, bu siyasi terrora qarşı, təzyiqlərə qarşı onların mübarizəsini koordinasiya edə bilək, birləşdirə bilək. Ayrı-ayrılıqda öz ölkəsində etirazını ifadə etməklə kifayətlənməsin. Onlar hamısı birləşsin, vətəndaş cəmiyyəti institutları bir nöqtəyə zərbə endirsin. Öz haqq sazlarını koordinasiya olunmuş, əlaqələndirilmiş şəkildə həyata keçirsinlər. Bizim əsas hədəflərimizdən biri də budur.